Yeni bir il gəlib bu mənzildən birisinə idi, dəyərli izləyicilər. Təzə təmirini idi. Yeni bir mənzil təqdim edirəm sizə. Sözün əsl mənasında yeni bina və yeni təmirli mənzil. Hələ mənzilin proyektinə söz yoxdur da. 4 otaq, 181 kvadrat, 43 kvadratlıq zal otağından sizə təqdim edirəm. Bir-bir sizə proyektləri görsədim, otaqları görsədim, sonda özünüz qiymət verin. Hələ yerləşmə yerini vapşı xoşunuz gələcək, qiymətini də deyəcəm. 2 lift, 4 dənə cəmi blokda qonşu, sakitçilik. Bura giriş hissəsi mənzilin. Girən kimi sanitar qovşağı, təmir səviyyəsi, ürək açan, divar içi, filan, qrov, hər şey qaydasında. Bu mənzil adamı yormayan cinsdəndir də, dəyərli izləyicilər. Bura o rahatlıq, elə bir 100% karton giyinirsən də, pambıq giyinirsən ha, adama nə həzz verir. Bu mənzilin də görüntü koloritləri adama o həzzi verir. Divar rəngi, genişliyi, rahatlığı, psixologiyanı rahatlaşdıran bir mənzil təqdim edirəm sizə. Yavaş-yavaş koridordan gəlirik. Bura geyim asmaq üçün dolabdır və bura növbəti bir yataq otağıdır. Özünə məxsus modern üslubunda təmir olunmuş mənzildir. Hələ sizə bir dənə sürprizim var. Deyim, deməyim. Axırda deyəcəm. Mətbəx mebeli, avadanlıqlar, elektronikalar hamısı mətbəxə yığılıb, hazır bir variantda öz yeni sahibini gözləyir. Balkon görünüşünə çıxaq. Rəşad, gəl bura bir dənə. Bir dənə bu mənzərəyə bax. Bravo'nun həyəti. Babək prospekti. Bəli, dəyərli dostlar, bura Xətai metrosunun yanında yerləşən yeni tikili qəşəng bir binadır. Yüksək səviyyəli bir binadır və yüksək səviyyəli mənzildir. Növbəti yataq otağı, sonuncu yataq otağı, geniş, rahat, fərah, modern təmir, içində də olmazın olmazı hamam otağı. Bu mütləq ki, bu mənzildə gözəlliyi qatır da, dəyərli izləyicilər. Bağlı duş kabin və sanitar. Qiymət açıqlama bölməsində qeyd olunub. Kimə maraqlı gəldisə mənim bu təqdimatım, bu mənzil əlaqə saxlasın qeyd olmuş nömrə ilə. Allah hamımıza təzə ev qismət eləsin.